indi suallar başlayacaq. Bir xəstə olmayanların xəstəlikləri çıxacaq. Səfərə getməyənlərin səfərləri çıxacaq. Biri deyəcək ürəyim xəstədir. Biri deyəcək nə dişim ağrıyır. Biri deyəcək nə bilim filan kəsin rəhmətə gedib rayona getməliyəm. Mən bir kəlmə buna cavab verim. Xəstəlik barəsində Allah Teala Qurani-Kərimdə də ayəni oxudum sizə. Allah buyurur ki, mən xəstə insandan oruc istəmirəm. Oruc kim üçündür? Sağlam üçün. Namaz belə deyildi. Allah deyir, xəstəsən namazı qılmalısan. Oturan halda, uzanan halda, işarə ilə olsa belə. Bu namaz qılınmalıdır. Amma orucda görürsünüz tamam fərqlidir. Deyir, xəstəsən, tuta bilmirsən. Tutduğun orucun sənə zərəri var, tutma. Allah deyir, istəmirəm mən səndən. Nə vaxt tutarsan, nə vaxt sağalarsan onda. İndi o ki deyirlər, xəstəyəm, hərə özü üçün qərar verə bilər. Ki, xəstəsən, bax ki, o xəstəliyin, sən oruç tutsan, sənə zərəri yetirəcəksə tutma.